Hər vaxtınız xeyir olsun, dəyərli gözəl insanlar. Bu günləri 5-ci serinin suallarına baxacağıq və 2 dənə də mise en situation sualını eləyəcəyik. Getdik 5-ci serinin sualları, demək səhifə 73-dür. Demokrasi, élection et citoyenneté. Demokratiya, seçkilər və vətəndaşlıq. Alors. Yaxşı, burada kiçik hazırlıq üçün məlumatlar verilibdir. Fransa demokratik dövlətdir. Bu da o deməkdir ki, hakimiyyət xalqa məxsusdur və səs vermə yolu ilə həyata keçirilir. Fransada demokratiyanın nə demək olduğunu, seçkilərin necə keçirildiyini, vətəndaşlarla bağlı hüquq və vəzifələri həmin bu test yoxlayır qısacası. Demokratiya səs verməyə əsaslanır. Seçkilər azad, bərabər və gizli keçirilir. Vətəndaşlıq həm hüquqlar, həm də vəzifələr yaradır. Yəni qısacası gələcəkdə vətəndaşlıq alsanız, bu deməkdir ki, sizin hüquqlarınız da olacaqdır, bununla yanaşı öhdəlikləriniz də olacaq. Vətəndaşların iştirakı vacibdir. İştirak deyəndə bilirsiniz nə nəzərdə tutur? Bu seçkiləri nəzərdə tutur. Əgər seçki olursa, orada vətəndaşların iştirakı vacibdir. Məcburi yox, vacibdir. Və sonuncu da deyir ki, demokratik qaydalara hörmət, amma məcburidir. Yəni burada qaydalar dedi, seçkilər azad, bərabər və gizli keçirilir və bu məcburidir. Suallara baxaq. İlk sualımız. La démocratie signifie que le pouvoir appartient. Demokratiya o deməkdir ki, hakimiyyət, yəni güc kimə aiddir? A variantı o prezidentə. B variantı o gouvernement, dövlətə. C variantı o peuple, xalqa. D variantı à l'armée, orduya. İndi bunun cavabına baxaq. Cavabı neçənci səhifədədir? 75. Oradasa yəqin ki 80-də olar da. Yox, 85. 83. 83-dədir. Yaxşı. Cavabımız C variantıdır. En démocratie, le pouvoir appartient au peuple. Demokratiyada hakimiyyət dövlətə aiddir. İkinci sualımıza baxırıq. En France, les citoyens participent à la démocratie principalement par Fransada vətəndaşlar demokratiyaya necə qatılırlar? Neyniyərək qatılırlar? A variantı la justice, par la justice. Ədliyyə vasitəsilə qatılırlar. B variantı par le vote. Seçim vasitəsilə, yəni oy vermək vasitəsilə qatılırlar. C variantı par la police. Polis vasitəsilə qatılırlar. D variantı par l'administration. Administrasiya tərəfindən qatılırlar. İndi burada cavab B olacaqdır. İndi baxaq görək cavabı necə izah edibdir. B variantı, les citoyens participent principalement par le vote. Vətəndaşlar əsasən səs vermə yolu ilə iştirak edirlər. Yəni qısacası dövlətə kimin gəlməsini demokratik olaraq necə təmin edirlər? Vətəndaşlar gedir orada səs verirlər. O da olur demokratiyaya qatqısını eləmək. Üçüncü suala baxırıq. Les élections en France sont A variantı public. Fransadakı seçkilər necədir? A variantı public et obligatoire. Açıq, yəni cəmiyyətə açıq və məcburi. B variantı réservé à certains groupes. Sadəcə müəyyən qruplaşmalar üçün açıq. C variantı libre et secrète. Məxfi və azad. D variantı décidé par le gouvernement. Hakimiyyət tərəfindən qərarı alınmış şəkildə keçirilir. Cavabına baxaq.
C variantı. Les élections sont libres et secrètes. Seçkilər azad və gizlidir. Yəni azad bir şəkildə girirsiniz, səsinizi verirsiniz və gizlidir, heç kim gəlib baxmayacaqdır ki, kimə səs vermisiniz. Dördüncü suala baxarıq. Le droit de vote est seçim haqqı nədir? A variantı. Un privilège. Bir imtiyaz. İmtiyaz yəni ki, elə bir şeydir ki, bu sadəcə sizə verilir də. Yəni bu bir hədiyyə kimi bir şeydir. B variantı. Une obligation pour tous. Hamı üçün bir məcburiyyətdir. C variantı. Un droit civique. Sivik bir hüquqdur. D variantı. Une sanction. Bir sanksiyadır. Burada cavab olacaqdır C variantı. Baxaq görək necə izah ediblər. Le droit de vote est un droit civique. Səs vermə hüququ vətəndaşlıq hüququdur. Yəni siz vətəndaşsınızsa bu sizin avtomatik hüququnuzdur. Yəni imtiyaz falan deyil. Baxırıq 5-ci suala. La citoyenneté implique. Əgər vətəndaş olursunuzsa nələr eləməlisiniz? Yəni nələr? Sizə nələr verilir? Uniquement des droits. Sadəcə hüquqlar verir. B variantı. Uniquement des devoirs. Sadəcə vəzifələr, yəni öhdəliklər verir. C variantı. Des droits et des devoirs. Həm hüquqlar, həm vəzifələr verir. D variantı. Aucune responsabilité. Heç bir məsuliyyət vermir. Cavabına baxırıq. Burada olacaqdır C variantı, amma cavaba bax görək necə izah edibdir. La citoyenneté implique des droits et des devoirs. Vətəndaşlıq həm hüquqlar, həm də vəzifələr deməkdir. İndi 2 dənə mise en situation sualına baxaq. Mise en situation 4, 6, 7, 8-də eləmişdik. 9-dan 10-a baxacağıq. Un ami, 9-cu sual. Un ami vous propose de travailler sans contrat. Quelle est la bonne réponse? Sizin bir dostunuz sizə müqaviləsiz iş təklif edir. Nə etməlisiniz bu vəziyyətdə? A variantı. Accepter sans réfléchir. Heç düşünmədən qəbul eləmək. B variantı. Refuser. Car c'est illégal. Rədd eləmək çünki bu qanunsuzdur. C variantı. Ne rien dire. Heç bir şey deməmək. D variantı. Encourager. Onu cəsarətləndirmək, yəni fərəhləndirmək ki, maşallah da nə yaxşı edirsən. Burada olacaqdır B variantı. İndi cavabına bir baxaq. Le travail sans contrat est illégal. B variantı. Müqaviləsiz iş qanunsuzdur. İkinci sualımıza baxırıq. Yəni 10-cu sual. Vous êtes contrôlé par la police. Quelle est la bonne attitude? Polis gəlib sizi kontrol edir. Necə davranmalısınız? A variantı. Refuser de coopérer. Əməkdaşlıq eləməyi rədd eləmək. Yəni polisin dediyini rədd eləməkdə. B variantı. Être agressif. Agressiv davranmaq. C variantı. Rester calme et coopératif. Sakit dayanmaq və əməkdaşlıq eləmək. Əməkdaşlıq eləmək deyəndə bilirsiniz nəyi nəzərdə tutur? Tutaq polis sizə deyir ki, sənədini ver, sənədini verirsən. Bu əməkdaşlıq eləməkdir. D variantı fuir, qaçmaq. Burada olacaqdır C variantı. Cavaba baxaq ki, cavabda necə yazılıbdır. Le calme et la coopération sont attendus. Sakitlik və əməkdaşlıq vacibdir. Belə dostlar, 5-ci deməli serini də bitirdik. 5 dənə serimiz qalır. Onları da bitirəcəyik. Ondan sonra bu kitabdakı əsas serilərin hər birindən 5 dənə sual oxumuş olacağıq. Təbii ki, bu kitabı əgər ürəyiniz istəsə ala da bilərsiniz. Bu kitabı mən yazmışam istifadə eləmək üçün.
Amma məcbur deyilsiz. Çünki zaten hər gün çalışıram ki, videolar çəkim və çalışıram ki, o kitabın içərisindəki sualları birlikdə oxuyaq. Əgər kitabı almaq fikriniz olsa və s. ki, bu mənim əməyimə az da olsa köməklik eləmiş olar, mən linki deskripsiyon bölümündə paylaşacağam. Oldu, özünüzə yaxşı baxın. Hələlik.